40 yaş sanki 4 və 0 insanın həyatında bir fırtına effekti yaradır. 40 yaş mənə nə öyrətdi? 40 yaş mənə öyrətdi ki, artıq mənim sosial qayğılarım bitib və mən özümü kəşf etməyin vaxtıdır. Artıq tələsmirəm, artıq kim nə deyər düşünmürəm. Artıq ayıbdır düşüncəsi məndən çox uzaqdır. Çünki həyat mənim yolumdur və mən bu həyatda öz yolumu getmək üçün gəlmişəm. Tələsmədən hər bir anımı doya-doya yaşayaraq, kəşf edərək, nələri xoşlayıram, hansı seçimləri mənim idi, hansı seçimləri isə bir diktə ilə, kimlərinsə xoşuna gəlmək üçün, mən də varam deyə demək üçün seçmişəmsə, artıq bu seçimlərin heç biri mənim həyat yolumda mənə xidmət etmədiyi üçün mən seçimlərimi, mən nə istəyirəm deyərək seçirəm. 40 yaş mənə həyatı doya-doya yaşamaq öyrətdi. Əgər sən də bu mərhələdəsənsə, yaz mənə 40 yaş sənə nə öyrətdi?